Düldül Medya təqdim edir. Gör qar necə yağır. Gedək qartopu oynayaq. Hə, gəlin gedək. Uşaqlar, çöl soyuqdur. Qalın paltarlarımızı geyək. Yaxşı. Fatimə, al gəldi. Ay. Fatimə tək deyil, onun qardaşı burdadır. Ay. Uşaqlar, ağlıma bir fikir gəldi. Nə fikir? Salam uşaqlar, mənim adım Qar adamıdır. Bəs sizin adınız nədir? Mənim adım Fatimə. Mənim də adım Adil. Aqil gözəl addır. Deməli sən ağıllısan. Aqil yox, Adil. O kim idi elə? Ay, axı kim atır bunları? Uşaqlar. Oy. Ha? Of. Bağışla Rauf. Fatiməyə atmaq istəyirdin, sənə dəydi. Nəysə uşaqlar, siz oynayın, mən evə gedirəm. Soyuqda çox qalmayın. Yaxşı, atacan. Uşaqlar, ördəyin pupu itib. Pupu, bu nə addı qoymusan? Yox bir, tutu. Tutu onun bacısının adıdır. Doğrudan deyirsən? Mən zarafat eləmişdim. Bayaqdan hər yerdə onu axtarmışam. Amma tapa bilmirəm. Gəlin evə gedib biraz isinək. Sonra bir yerdə axtararıq. Uşaqlar, bütün məhəllənin planını çəkdim. Rauf, əvvəlcə bizə de görüm, tutunu axırıncı dəfə harda görmüsən? Tutu yox. Onun adı Pupudur. Olsun Pupu. Axırıncı dəfə bugün səhər həyatda gördüm. Sonuncu dəfə yem yeyirdi. Ondan sonra daha onu heç görmədim. Narahat olma. Əgər sağdırsa, inşallah onu tapacağıq. Yəni deyirsən ona bir şey ola bilər? Niyə elə baxırsan? Bütün ehtimalları dəyərləndirməliyik də. Yəqin ki, yemək üçün harasa gedib. Qar yağdığı üçün də evin yolunu tapa bilməyib. İnşallah elə olar. Adil, sizdə peçeni var? Mən şirniyyasız çay içə bilmirəm. Bəli, əlbəttə. Dayan deyim gətirsinlər. Fatimə, zəhmət olmasa Rauf üçün peçeniya gətir də. Yaxşı, gətirirəm. Deyirsən bura və bura baxmısan. Düzdür? Bəli. Onda qalır meydança və yarımçıq ev tərəf. Mən dostumla yarımçıq ev tərəfə baxaram. Siz ikiniz də meydança tərəfə baxın. Gözlə bizi Pupu. Səni tapmağa gəlirik. Pupu, hardasan? Ortaya çıx. Pupu, oralardasan? Gəl.
Sənə çoxlu yem verəcəyik. Burada da yoxdur. Uf, bu ördək hara yoxa çıxdı? Bəlkə nəsə onu yeyib. Ha? Qara qulaq. Nə? Yəqin ördəyimi o yeyib. Hey, bura gəl. Pupumu qaytar. Rauf, hara gedirsən? Gözlə. Onun yediyindən əmin deyilik. Qaçma. Bura gəl deyirəm. Adil, onu tapdım, bura gel. Onun altındadır. Aa, bu, sən buradaydın? Axı biz bayaqdan burada qartopu oynayırdıq. Necə olub səni görməmişik? Adil, belə soyuq havada dostuna kömək etməyin çox gözəl bir işdir. Bilirsən, bu gün hər yerdə onu axtarmışıq, amma heç cür tapa bilmirdik. Uzun çəksə də nəhayət onu tapdınız. Ancaq bəzən insanlar itirdiyi bir şeyi ömür boyu tapa bilmirlər. Onların yerini isə ancaq Allah bilir. Bəs Allah onların yerini necə bilir? Adil, biz bəzən bir əşyanı harasa qoyur, sonra isə yerini unuduruq. Nə qədər axtarsaq da tapa bilmirik. Eynilə Raufun ördəyi kimi. Bəzən isə həmin şey bizdən çox uzaqlaşır. Aramızda məsafə və maneələr olduğu üçün onu görməkdə çətinlik çəkirik. Lakin Allah üçün heç bir maneə yoxdur. O divarın həm önünü, həm də arxasını görür. O hər yerdə olduğu üçün heç nə ondan uzaq deyil. İstər itən bir əşya olsun, istərsə də bizdən milyonlarla kilometr uzaqlıqdakı ulduzlar. Çox sağ ol Husud. Bu gün mənə həm yeni bilgi öyrətdin, həm də bunu tapmağa kömək elədin. Mən hər zaman sənə kömək etməyə hazıram. Mənim ördəyimə nə eləmisən? Hə? Onu mənə qaytar. Rauf, onunla işin olmasın. O sənin ördəyini yeməyib. Bəs kim yeyib? Hardadır mənim pupum? Buradadır. Hə? O, mənim ördəyim pupu. Sən hardaydın? Məhlədəki oturacağın altında gizlənmişdi. Gördün? Sənə nə deyirdim? Bayaqdan qaraqulağın dalıca düşüb onu incidirdin. Əmin olmadan heç kəsi günahkar çıxarmaq olmaz. Məni bağışla qara qulaq. Gedək evə, sənə yemək verim. Sən yenə də pupudan uzaq dur ha, eşitdin? Rauf, Görmürsüz ördəyimə necə baxır? Bu bölümdə Adil və Əli dostlarının itmiş ördəyini tapdılar. Həmçinin Raufa öyrətdilər ki, tam əmin olmadan heç kimi günahlandırmaq olmaz.